salamlar, nə xoşdur sizi yenidən burada görmək. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün yenə haqqında danışacağımız mövzu düşünürəm ki, həmişə olduğu kimi maraqlı və önəmli mövzulardan biridir. Elə isə vaxt itirmədən mövzumuza keçək. Bugünümüzün mövzusu axış haqqında olacaq. Axışa güvənmək, həyata, yaradana və həyatımızın qalan dövrlərində olan gücümüzə güvənmək haqqında olacaq. Belə deyim sizə. Axışa güvənmiş bir insan hər zaman həyatda şanslı rolunu oynayır və bizim o kənardan baxıb necə də şanslı insandır, hər şeydə bəxti gətirir dediyimiz insan həqiqətən axışa güvənmək anlayışını özündə oturtmuş insanlardan biridir. Və bu insanlar inanır ki, həyat və yaradan məni daim dəstəkləyir. Nə etsəm belə daim dəstəklənirəm həyat tərəfindən. Və digər insanlara baxdığımız zaman həyatından şikayət edən, yaradandan şikayət edən, mənim də heç nədə bəxtim gətirmir deyən insanlar hər zaman daha mənfi şəkildə həyat yaşamağa meyilli olurlar. Əgər siz də fərqinə varmısınızsa ətrafınızdakı insanlardan. Və daim şikayət edən insanlar, bu boş-boşuna deyilmiş bir söz deyil ki, daim şükür et, həyatın yaxşı olsun, şikayət etməyə bıraq. Yəni, bu havadan deyilmiş bir söz deyil ki, belə etsən belə olacaq. Bu o deməkdir ki, şikayət edən insan hansı anlayışdadır? Mən dəstəklənmirəm, mən yaradan tərəfindən görülmürəm, sevilmirəm, həyat məni dəstəkləmir. Bu artıq sənin öz beyninə göndərdiyin bir mesajdır ki, mən bu şeydən şikayət edirəmsə, artıq beynimə siqnal getməyə, mesaj getməyə başlayır ki, deməli, afərimin bəxti gətirmir bunda. Deməli, afərim şanssız bir insandır. Yaradan tərəfindən dəstəklənmir. Biz də gerçəkliyimizi buna uyğun quraq ki, sonradan şoka düşüb bütün psixikamız dağılmasın. Və nə olmağa başlayır? Buna uyğun hadisələri həyatımıza çəkirik. Niyə? Şuuraltı artıq anlayır ki, demək bizim gördüyümüz budursa, belə də olmalıdır. Əgər əksi olsa, demək, psixika zədələnər və psixikanın zədələnməsi nə deməkdir? Ölüm, dağılma, bitdi hər şey. Və şuur altında artıq mən şanslıyam, mən uğurluyam, mənim hər şeydə bəxtim gətirir kimi bir şey qurmuş insanlardadır. Beyin anlamağa başlayır ki, afərimin hər şeydə bəxti gətirir. Demək, o, bu cür həyat yaşamağa layiqdir və bu cürdə yaşayacaq. Əksi olsa psixika dağılar. Və dediyimiz kimi, psixikanın, bu sözü də deyim, psixikanın da dağılması o deməkdir ki, artıq bitdi, həyat sonlandı. Və beyin də sonlanmaq istəmədiyi üçün, daim yaşamaq funksiyasını həyatda saxladığı üçün, onun üçün öyrəşiləndən kənara çıxmaq bir ölüm deməkdir, faciə deməkdir. Və biz bilirik ki, öyrəşdiyimiz şeyləri yaşayırıq. Əgər birinci videonu izləməmisinizsə, orada bu haqda daha ətraflı danışırım. Və öyrəşdiyimiz üzrə həyat yaşamağa başlayırıq. Axışa güvənmək də burada nəyin nəticəsində olur? Həyatın, yaradanın səni dəstəklədiyinə inanmaq. Bəzi qadınlar var, mövzu ilə əlaqəsi kimi görünəcək, amma əlaqəni axırda gətirib göstərəcəm. Bəzi qadınlar var ki, daim şikayət eləyirlər ki, qadın hüquqları belə, qadın hüquqları elə, qadınlar kişilərdən üstün. Yəni, bir sözlə, qadın hüquqlarını yüksək səslə ifadə edən qadınlar görürük bəzən cəmiyyətimizdə. Və bu qadınlarda axışa güvən olmadığını, yaradana güvən olmadığını çoxca yaxşı bir şəkildə görə bilərik. Niyə? Səbəbini izah edirəm. Baxın, biz nə demişdik? Videolarımda bunu çoxca qeyd edirəm. Bir insan yüksək səslə ifadə elədiyi şeylərin boşluğundadır. Və bir insan əgər bir şeyi yüksək səslə daim ifadə edib insanlara göstərməyə çalışırsa, orada bir zəiflik var ki, ego bunu göstərmək istəmir və yüksək səslə daim bunu insanlara deyib, ora bir pərdə çəkir, sanki bu şey yoxdur. Və artıq bu haqda video çəkilib, istəsəniz Instagram kanalında baxa bilərsiniz. Və bu qadınlarda axışa güvən yoxdur. Eynən bu kişilər üçün də keçərlidir təbii ki. Bu qadınlarda artıq axışa güvən olmadığını biz çox yaxşı bir şəkildə görə bilirik. Sanki onlar psixikalarına belə bir mesaj göndərirlər ki, mən haqq və hüquqlarımı
yüksək səslə ifadə etməliyəm, onları hər kəsə göstərməliyəm. Çünki məni qoruyan, məni dəstəkləyən bir yaradan yoxdur. Və mən bunu özüm etməliyəm ki, artıq bunu özüm etdiyim müddətcə heç kim mənə zərər verə bilməz, heç kim mənə bir xələl gətirə bilməz və yaxud və s. eyni şeylər. Və bu qadınlarda dediyim kimi axşa güvən olmur, yaradana güvən olmur. Və fərqinə varmısınızsa, ən çox cəmiyyət tərəfindən qınanılan və cəmiyyət tərəfindən mənfi şəkildə adlandırılan qadınlar elə bu qadınlar olur. Hansı ki, səslərini yüksək səslə ifadə etməyə çalışanlar, öz haqq və hüquq, mən demirəm, qəti şəkildə demirəm ki, haqlarımızı və hüquqlarımızı insanlara bildirməyək. Bu qəti şəkildə düzdür. Sadəcə bunu aşırı dərəcədə göstərən, yəni bəzi feminist qadınlar var. Feminizm anlayışı əslində çox fərqli anlayışdır, amma insanlar bunu biraz dozasını artıq şəkildə ifadə edirlər. Bəzi feminist qadınlar düşünür ki, sanki kişilər yoxdur, qadınlar haqq və hüquqca kişilərdən üstündür. Bu şəkildə yox. Belə deyil bu əsla. Axşa güvənməyən qadınlar, yaradana güvənməyən qadınlar, yaradanın onları qorumadığına güvənən qadınlar, inanan qadınlar daim həyatda öz haqq və hüquqlarını sanki belə tuturlar. Sanki kimsə alacaq bu dəqiqə onu məndən. Və belə olduğu təqdirdə də artıq həyat və psixika görür ki, bu qadın artıq heç kəsə güvənmir və o demək qorumasızdır. Demək qorumasız olduğu üçün onun başına hər iş gələ bilər. Və bu çox adi bir haldır. Belə olduğu təqdirdə o qadınlar daim haqq və hüquqları başqaları tərəfindən tapdalanır, daim kimlərsə tərəfindən əzilir, pis rəylərə, mənfi rəylərə məruz qalırlar. Dediyim kimi, psixika nəyi öyrənirsə və nəyə alışırsa, daim onu yaşamağa meyilli olur. Çünki əks olsa məhv olar. Və məhv olacağı üçün də ölüm hadisələri baş verər. Dediyim kimi də bayaq bunu da yaxşı bir şəkildə izah etdiyimi düşünürəm. Və digər məqama baxdığımızda bəziləri də düşünür ki, sanki həyatda nə qədər kontrolu ələ alsam, nə qədər yüksək bir şəkildə həyatı maksimum səviyyədə yaşamağa çalışsam, onda demək hər şey yaxşı olacaq. Və mən bacara bilərəm. Mən həyatımın bütün hakimiyyətini əlimə ala bilərəm. Və bunu da yenə dediyim kimi aşırı dozada, yəni qısa şəkildə desək, qorumanı, özünü qorumağı, həyatın kontrolunu ələ almağı və bənzəri şeyləri aşırı dozada yaşayan insanlar hər zaman psixikaya mən yaradan tərəfindən dəstəklənmirəm mesajını ötürür. Çünki mən artıq bir şeyi aşırı şəkildə eləyirəmsə, demək mən təkəm və bunu mənim üçün eləyəcək heç bir şey yoxdur. Burada təbii ki, qeyd olunmur ki, siz heç nə eləməyin, ayağınızı ayağınızın üstünə atın, sadəcə gözləyin. Yox, təbii ki, yox. Sadəcə, dediyim kimi, psixikaya mən təkəm mesajını ötürmək axşa güvənsizlik yaradır. Və bu güvənsizlik olduğu təqdirdə bir insanın şanslı olması nə qədər mümkün olar sizcə? Yəni 0 dərəcəsində. Çünki əslində çox məntiqli və sadə bir şeydir. Sadəcə bəzi insanlar bunu anlamaq istəmirlər. Təbii ki, bu ilk başda çətin olacaq. Daim şikayət edən bir insana gətirib bir gün desəm ki, gəl otur, bir gün hər şeyə şükür elə. O düzəlməyəcək ondan. Zamanla, müddətlə neyronlar artıq bu hissi, bu ifadəni tanıyandan sonra təbii ki, o həyatında bir çox şeylər. Niyə 21 gün deyirlər? 21 gün ərzində artıq məlumatların çox hissəsi neyronlara köçürülür və sinir sisteminə o duyğu, o hadisə tanış gəlməyə başlayır və tanış gəldiyi müddətcə də artıq yaşamaq və o hissi dadmaq onun üçün daha asan və güvənilir olur. Yəni psixika bunu tanıyır, tanıdığı üçün qəbul edə bilər bu hissləri. Və dediyim kimi belə, yəni bir insanın axşa güvənmək, yaradana həqiqi mənada güvənmək onun üçün hər şey deməkdir. Həyatda qazanmaq deməkdir. Həyat bir oyun kimidir zaten. Yaşadığımız hər şey bir oyunun parçasıdır. Bir oyunda necə olur? Oyuna başlayırsan, maneələri keçdikdən sonra nəticə əldə edə bilirsən, mükafat əldə edə bilirsən.
həyata əslində həqiqətən bir oyun kimi baxdığımız müddətcə qazanmamaq şansımız yoxdur. Mənim başıma tutalım bir iş gəlir, məsələn deyirəm, maddiyyatda çətinlik çəkirəm tutalım ki, mən orada oturub şikayət eləməməliyəm ki, sən məni dəstəkləmirsən, sən məni sevmirsən, mən sənin sevimli qulun deyiləm belə. Yox, baxmalıyam ki, nədə problem var? Niyə mənim maddiyyatımda problem yaranır? Səbəb nədir? Maddiyyatımda problem olmasa nə hiss eləyəcəm? Və yaxud yaxşı bir maddiyyata sahib olsam, hansı valideynimə xəyanət elədiyimi düşünəcəm və yaxud bənzəri şeylər. Bunlar da başqa bir mövzuda danışarıq. Baxmalı olduğumuz şeylər hər zaman bizə problemin kökünü göstərəcək. Və həyat bilirsiniz nə istəyir sizdən? Həyat daim sizi dəstəkləyir. Sizə göstərmək istəyir ki, bax, sənin ruhunda bu hissədə boşluq var. Gör onu, o zəifliyi, o boşluğu gör. Qəbul et, oranı sağalt və ondan sonra həyat sənin üçün daha mənalı, daha anlaşılır, daha sevgi dolu olmağa başlayacaq. Yoxsa sən daim ignor elədikcə həyatına bir insan gəlir, tutalım səni dərsizlik hissi ilə baş-başa qoyur. Okey, bundan bitdi. Bu artıq bu insan sənə dəyərsizlik hissini həqiqətən yüksək bir dozada yaşatdı və sənin həyatından çıxdı. Və sən dərsini almadığın üçün orada, o insanı zamanında buraxmadığın üçün həyatına başqa bir insan gəlir. Yenə eynən dəyərsizlik hissini yaradır. Bu dəfə o insanın bir tık daha şiddətli bir dozada yaşadır bu hissi sənə. Niyə? Çünki sən almağın gərəkəni almadın. Yaradanın sənə göndərdiyinə güvənib, orada nəyin baş verdiyinə özünü fokuslamadığın üçün, yəni sadəcə prosto ignor elədinsə, yaradan deyir ki, okey, demək sən bu dəfə bu dərsi almadın, mən sənə bir də göndərirəm bu dərsi. Sənə bir də şans yaradıram. Bu dəfə də eyni hadisə yaşanır və sən hələ də buradan nəsə bir dərs çıxartmırsansa, üçüncü dəfə gələn insan sənə bu dəyərsizlik hissini o qədər şiddətli bir şəkildə və ağırlı bir şəkildə yaşadır ki, artıq sən deyirsən ki, sən məni dəstəkləmirsən, sən məni qorumursan, sanki həyat məni dəstəkləmir. Axı, həyat sənə bunu 2 dəfə göstərdi və sən daim ignor elədin, güvənmədin ki, burada bir dərs var. Yaradan mənim qarşıma boş yerə çıxartmaz axı bu insanı, güvənmədin. Və sadəcə ignor eləyərək o hadisədən özünü qurtardın. Həyat da belədir. İgnor elədiyiniz, üzləşmədiyiniz hər bir şey dəfələrlə və daha şiddətli bir şəkildə sizə qayıdıb gəlir. Və burada güvənməyin önəmi ondan ibarətdir ki, başınıza pis bir şey gələndə oturub üzülməyəsiniz, şikayət etməyəsiniz, güvənəsiniz ki, burada nəsə görməliyəm. Görüm, bu dərsi bitirim. Artıq o insanlardan təzədən bir də gələndə mən onu tanıyım, deyim stop. Sən mənim həyatıma girə bilməzsən. Və bu dərs, bu psixikaya necə deyim, çox səliqəli bir şəkildə, çox rahat bir şəkildə artıq işlənsin. Psixika tanısın ki, mənə dəyərsizlik hissi gətirən insanlar mənə lazım deyil. Bu dəftəri burada bağladıq. Və həyat gördü ki, artıq siz bu dərsi anladınız. Siz sevgi ilə, güvənlə o dərsi onlara geri qaytardınız ki, mən bu dərsi anladım və ruhumda olan bu dəyərsizlik hissini görüb, tanıyıb, onu gücümə çevirdim. Bitdi. Dərs burada yekunlaşdı. Bir güvənin önəmi, yaradana, kainata güvənin önəmi, görün nə qədər önəmli bir faktordur. Güvən hər şey deməkdir. Siz, yaradanın sizi dəstəklədiyini düşündüyünüz səviyyədə bu həyatda şanslısınız, bunu unutmayın. Nə qədər şanslısınızsa, demək yaradana o qədər güvənirsiniz. Demək içinizdə həqiqi bir inam var yaradana qarşı. Yox. Yalandan bunu edirsinizsə, yalandan mən güvənirəm, amma heç nə olmur, həyatımda heç bir şey yaxşı deyil deyirsinizsə, çox təəssüf eləyirəm və üzr istəyərək deyirəm ki, bu sadəcə yalan güvəndir, sadəcə göz boyamaqdır, öz gözünüzü özünüz boyuyursunuz. Və ümid eləyirəm ki, həqiqətən həyatda güvən hissini dadarsınız və yaradanın sizi nə qədər sevdiyini çox tez bir şəkildə anlayarsınız. Çünki bu zaten real bir şeydir. Sadəcə bəzi psixikalar bunu tanımadığı üçün qəbul etmək istəmir. Belə, həyat yolunuz daim işıqlı olsun. Hələlik.